Sual verilir ki, haramlarda niyət keçərlidir. Keçərlidirsə bunun hökmü nədir? Bismillah, elhamdülillah, və salatu və selamun ələ Rasulillah. Yox, haramlarda niyət keçərli deyil. Çünki İslamda niyət çox önəmli bir şeydir. Çünki niyət əmələ dəyər verən bir şeydir və əməli də gözəlləşdirir. Yəni haram olan bir şeydə niyyət heç vaxt gözəlləşdirə bilməz. Çünki Allah Azze və Cəllə haramları öz kitabında bildirmişdir. Nəyin halal, nəyin haram olacağı. Və qəti haram olan şeylərdə niyyət onu halala çevirə bilməz. Bu bir ziddir. Çünki həqiqətən də niyyət əməllərə gözəllik və dəyər verən bir şeydir. Və bir işdə, bir haramda niyyətin nə qədər gözəl olsa da, o haramı etsəndə, o haram haramlığında qalacaqdır və o dəyişilməyəcəkdir. Allah Subhanahu Teala buyurur ki, İzzətül kitabında, Nisa surəsində, hər kəs pis iş görsə, onun savabı olmayacaqdır. Yəni, kim bir pis iş görsə, onun savabı olmayacaqdır. Bir hədisdə də Allah Rəsulü buyurur ki, haram olanı heç bir niyyət halal edə bilməz.